Bu modeli xüsusilə troposferin orta qatlarında gözlənilən siklon və antisiklonların ümumi gedişi haqqında məlumatları bu modelə baxaraq biz təhlil edirik. Xüsusi ilə də aprel ayının 27-ci, 28-ci, 29-da Rusiyanın qərbində növbəti ekstratropik siklon sisteminin aktiv olması gözlənilir. Bu prosesin birinci mərhələsi olacaq. Prosesin ikinci mərhələsində may ayının 1-i 2-si və 3-ündə Qara Dəniz ərazisində intensiv deyilə biləcək bir mövsüm xarakteri olmayan ekstratropik siklon sisteminin ərazidə aktiv olması gözlənir. Bu da Türkiyə ərazisində hava şəraitinin kəskin dəyişilməsinə səbəb olacaq. Prosesin 3-cü mərhələsi artıq may ayının xüsusilə də 3-ü axşam, 4-ü, 5-i, 6-sı və 7-sində isə Azərbaycan ərazisində də hava şəraitinin yenidən kəskin dəyişilməsi gözlənir. Çünki Qara Dəniz ərazisindəki ekstratropik siklon sisteminin artıq may ayının 1-ci həftəsində Qafqaz ərazisində olur. Daxil olması nəticəsində Qafqazın şimalında və Qafqazın cənubu Azərbaycan ərazisində hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Rusiyanın qərbində orta troposferdə atmosfer təzyiqinin bir xeyli azalması fonunda, həm də troposferin aşağı qatlarında, yəni dəniz səviyyəsinə yaxın ərazilərdə də təzyiqin bir xeyli azalması nəticəsində şimaldan mövsüm üçün xarakterik olmayan, yəni aprel ayının sonları üçün xarakterik olmayan kifayət qədər intensiv və güclü deyilə biləcək bir soyuq hava dalğasının aprel ayının 27-ci, 28-ci və 29-da Rusiyanın qərb ərazisində aktiv olması gözlənir. Soyuq və isti tipli hava axınlarının ərazidə bir-birlə toqquşması fonunda kifayət qədər intensiv deyilə biləcək bir ekstratropik siklon sisteminin aktiv olması nəticəsində Rusiyanın qərbində və Şərqi Avropa arasında hava şəraitinin kəskin dəyişilməsi, hətta Moskva vilayətində sulu qar və qar yağması ehtimalı da var, qar fırtınası ehtimalı da var. Bu sistem Qara Dəniz ərazisindən və Şimali Qafqazdan keçəcək. Aprel ayının 27-ci, 28-ci, 29-da isə hətta bu sistemin bir qolunun da Qafqazın cənubu Azərbaycan arasında daxil olması ehtimalı var ki, bu da Xəzər siklonları ilə, Qara Dəniz siklonları ilə soyuq havanın bir-birlə toqquşması fonunda Qafqaz arasında hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi ehtimalı var. Bu da yerli hava axınları ilə xarici hava axınları bir-birlə toqquşması fonunda topa yağış və laylı yağış buludlarının aktiv inkişafına səbəb olacaq. Nəticədə yağıntıların xüsusilə də Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə Qazaxda, Naxçıvanda, Mərkəzi Aranda, Cəlilabad, Astarada bir xeyli artması ehtimalı var ki, bu da çaylardakı mövcud güclülüyün bir qədər artmasına səbəb olacaq. Prosesin ikinci mərhələsi artıq xüsusilə də may ayının ilk günlərində, mayın 1-i, 2-si, 3-ü və 4-ündə Türkiyə ərazisində hava şəraitinin may ayı üçün xarakterik olmayan bir dərəcədə kəskin şəkildə soyulması, hətta İstanbul ərazisinə sulu qar yağması ehtimalı var ki, bu da may ayı üçün xarakterik olmayan bir proses olacaq.